Salam, hər vaxtınız xeyir. Bugün əksər insanların ingilis dilində səhv tələffüz elədiyi sözlərdən danışacağam. Hazırsınızsa başlayaq. To win, qalib gəlmək, qazanmaq deməkdir. Qaydasız feildir. Feil 1 forması win, feil 2 forması won, feil 3 forması won deyə tələffüz edilir. Əksəriyyəti bu sözün feil 2, feil 3 formasını o səsi ilə tələffüz edirlər, amma halbuki bu sözün feil 2, feil 3 forması ingilis dilindəki bir rəqəmi kimi tələffüz edilir. Yəni won, won. Məsələn, I won the competition. Mən yarışmanı qazandım. To read, oxumaq deməkdir. Bu da qaydasız feildir. Feil 1 forması read, feil 2 forması read, feil 3 forması read deyə tələffüz edilir. Bu sözün feil 2, feil 3 forması ingilis dilindəki qırmızı rəngi kimi tələffüz edilir. Yəni red, red. Desəm ki, mən həftə sonları kitab oxuyuram. İnki zamandır deyə uzun ilə tələffüz eləyəcəm. I read books at weekends. Desəm ki, dünən mən maraqlı bir kitab oxumuşam, ya oxudum. Keçmiş zamanda olduğu üçün mən read deyə tələffüz eləyəcəm bu səfər. I read an interesting book yesterday. Desəm ki, mən bunu oxumuşam, onda inki bitmiş zamanda olduğu üçün mən yenə read deyə tələffüz eləyəcəm. I've read it. To know, bilmək, tanımaq deməkdir. Qaydasız feildir. Feil 1 forması know, feil 2 forması knew, feil 3 forması known deyə tələffüz edilir. Əksəriyyəti feil 1, feil 2 formasını səhv tələffüz eləyir. Bu sözün feil 1 forması, yəni inki zamanda işlənən forması A səsi ilə deyil, O səsi ilə tələffüz edilir. Yəni, ingilis dilindəki xeyr sözü kimi tələffüz edilir. Məsələn, no, I know you. Yox, mən səni tanıyıram. Keçmiş zamanda isə knew kimi tələffüz edilir. Yəni, ingilis dilindəki yeni sözü kimi tələffüz edilir. Məsələn, I knew the answer. Mən cavabı bildim.